Sizlər üçün nə deməkdir? Hansı hisslər daşımağınıza səbəb olur, keçirməyinizə səbəb olur? Bu barədə xahiş edirəm, öz düşüncələrinizi bölüşərdiniz, çox maraqlı olardı. Çox sağ olun, Hacı. Ümumiyyətcə, Ramazan ayı, bayaq elə söz dediyiniz kimi, mübarək aydır, müqəddəs aydır, mənəvi aydır. Allahın bir növ bəşər üçün, bizlər üçün də bir lütfidir. Bu ayda məğfirət var, bağışlanmaq var, saflıq var. Sosial mesajları da var, məsələn, bu ayın. Misal olaraq, imkanlı adamlar, zəngin adamlar öz malından, maddiyyatından keçərlər, süfrə açarlar və yaxud da başqa sahələrdə də bir növ Allah dediyinə əməl eləyərlər, əl açıqlıq eləyərlər, belə deyək. Bu ay belə başdan başa gözəllikdən başqa bir şey deyil. Həmçinin də Ramazan ayını Ramazan ayı əzizdir ona görə ki, görürsünüz, bir adamın evində bir müsafir, qonaq gələndə necə əziz olur. Qonaq, hər evə bir qonaq gələndə o evdə onu başının üstündə saxlayırlar. Qonaq əzizdir də. Ramazan ayını da, bəli, Ramazan ayını da bir qonaq kimi, müsafir kimi təsvir eləsək, Ramazan ayı elə o mənada da bir böyük bir əzəmətli aydır və müsafir kimi də yenə də əzizdir. Necə ki, hətta özündən 2 ay öncə hələ o aya gəlişindən hazırlaşırıq ki, misal olaraq, əgər qonaq kimi təsvir eləsək, Ramazan gəlir qabağa. Rəcəb, Şaban ayları o ayın müqəddiməsidir bir növ. Məğfirət ayıdır, gözəl ayıdır, bağışlamaq ayımızdır, saflanmalıyıq, paklanmalıyıq, tövbə eləməliyik, dualar eləməliyik. İnşallah cəmaatımızdan, xalqımızdan Allah Taala qəbul eləsin tutduğu orucu, namazı. Hamı öz məqsədinə, istəyinə bu aylarda çata bilsin inşallah. Amin. Oruc tuta bilməyən qalmasın. Amin. Nə gözəl bir mesaj buyurdunuz və əlbəttə ki, bir mesaj ötürdünüz ki, bu ayda oruç tutmayan qalmasın. Diqqət etsək, Elxan bəy, yəni Allah həmd olsun ki, son dövrlərdə xalqımız yəni daha çox bu Ramazan ayında olan o mənəvi əməllərə diqqət ayırmağa daha çox çalışırlar. Hətta mən məsələn insanlar tanıyıram ki, yəni ibadət əhli olmasalar da belə, ibadət əhli dediyimiz zaman yəni sırf məsələn o namaz əhli deyirik də, belə bir misal çəkirik, yəni. Amma bir ay Ramazan ayını xüsusi gözləyirlər. Xüsusi gözləyirlər və bir ay Ramazan ayının orucunu tuturlar. Siz də rastlaşmısınız? Ümumiyyətlə sizin üçün belə deyək, Ramazan ayının gəlişinə hansı mənaları daşıyır? Hacı Oqtay, Allah sizdən razı olsun. Sual gözəl sualdır. Qardaşıma da təşəkkür edirəm cavablandırdığı üçün. Mənim hətta qohumlarımda belə adamlar var, üzr istəyirəm, namaz qılan deyirlər. Hamısını da salamlayırıq. Allah razı olsun. Fürsətdən istifadə çox sağ olun. Buradan salamlayırıq, bəli. Məsələn, şəxsən bir ailə var, qohum tərəfdən danışıram. Onlar ailədirlər, övladları, məsələn, xanımı, özü belə. Gözləyirlər, namaz qılan deyil, amma gözləyirlər hər Ramazan ayında bunların evində elə bir ki, belə deyək də bir Ramazan əhval-ruhiyyəsi yaranır. Ramazan rəhmət aurası yaranır da, belə deyək. Bir də bir şey əlavə eləmək istəyirəm qısa olaraq. Buyurun. Əlhamdülillah ki, Allah nəsib elədi. Allah qəbul eləsin hər birimizdən, bütün müsəlmanlardan. Bu Ramazan sözünün bir mənalarından biri də yandırmaq deməkdir də. Bunu bizim dəyərli ruhanilərimiz, alimlərimiz onlardan elə öyrəndiklərimiz təbii ki, Allah salamat etsin. Buradan ruhanilərimizi də salamlayırıq inşallah. Allah razı olsun hər kəsdən. Deməli, o insanın öz əməllərinin, o belə deyək, neqativ əməlləri yandırıb arxada qoymaq, pozitiv əməlləri, günahları arxada qoymaq, pozitiv gözəl əməlləri isə təbii ki, davam elətdirmək, daha da o təkmilləşdirmək, artırmaq, təkmilləşdirmək. Məsələn, mən adi belə bir öz subyektiv olaraq, yəni öz fikrimlə istəyirəm səsləndirim. Deyək ki, məsələn, böyük bir adamda onun qəbuluna düşməkdən ötürü görürsən ki, aylarca hətta bəzən görürsən ki, növbə yaranır da. Deyirlər ki, yox, hələ gözlə, 10-cu adamsan, biraz keçir üstündən, ya 7-ci adamsan. Belə baxırsan ki, 4 ay, 5 ayda hələ qəbuluna düşmürsən. 5 aydan sonra axır şükür Allaha. Məsələn, insan o qapını döyüb, o qapını açanda, o şəxsin qəbuluna girəndə bir sevincli halda, bir ruhiyyə ilə girir də. Yəni, şükür Allaha ki, məqsədimə çatmışam da. Artıq çatdım, artıq qovuşdum, artıq görüşdüm. Allahın Ramazan ayı elə bir ayıdır ki, həqiqətən də, yəni digər aylarda da təbii ki, insan öz əməlləri ilə, Allaha ibadətləri ilə, əməlləri ilə yaxınlaşa bilər. İnsan faili muxtardır, azaddır, öz əlindədir hər şey. Amma Ramazan ayı belə bir aydır ki, elə bil ki, bir addımdan 10 addımı birbaşa qət eləmək.
Yəqin ki, səhv demərəm. Hacı da mənim sözüm. Yəni elə bir addımdan ta 10 addıma qədər 1, 2, 3, 4, 10 addıma qədər qət eləməlisən ki, gedib 10-cu addıma çata biləsən, 10-cu pilləyə çata biləsən. Amma Ramazan ayına Allah elə bir nemət, fürsət verib bizə ki, deyir ki, dayı o 2-ci, 3-cü, 4-cü addımı atma da. Elə birdən birbaşa gəl 10-cu pillədə mən səni o zirvədə qərar verim səni. Ucaldım səni, yüksəldim səni. Bir el dili ilə desək, kəsmə yoluna aparır. Kəsmə yoluna. Aysa Ramazan ayı belə bir kəsmə yol aysa təşbih eləsək, yəni bənzətmə versək, belə bir fürsət də Allah bizə verib. İnşallah ki, Allah Taala rəhmət eləsin bizim ölənlərimizə, bizim qalan əzizlərimizi, müsəlmanları hidayət eləsin inşallah. Öz istədiyi qarşıdan təbii ki, Qədr gecələri də hələ varımızdır. Quranın nazil olduğu gecədir və eyni zamanda da möminlərin əmiri, 11 imam atası, İmam Əli əleyhissalamın, Həzrət Əli əleyhissalamın təbii ki, şəhadət günləri yaxınlaşır inşallah. Yəni insan bu əziz gecələrdən Ramazan ayının vallahi mən deyərdim ki, bağışlayın çox danışsam da qısa deyim. Buyurun. Nəinki bu Qədr gecələri, nəinki bu Əli əleyhissalamın bu, yəni də bu əlamətdar gecələri, yəni istisna belə eləsək, hər gününün anının belə qiyməti çox böyükdür. Bilmək lazımdır. Hə, çox böyükdür. Yəni hər günü yox ha, hər gününün anının belə qiyməti çox böyükdür. Çünki Kutubə Əleykumus-Siyam da Quran deyir, orucu tutun çünki sizdən qabaqçılar ki necə tutdular onu sağ ol, sizdən qabaqçılara necə vacib olmuşdu. Siz də o cür tutun və o tutmaqla da nə eləyin? Təbii ki öz Rəbbimizə daha yaxın olun. Allah bizi onun özünə yaxın olan bəndələrdən eləsin. Amin, amin. Hacı həqiqətən də çox gözəl nöqtələrə toxundunuz. Doğrudan da elə izləyicilərimiz də Allah sizdən razı olsun ki, bu söhbətdə cümləmizdən inşallah minnətdarlığımı bildirirəm. Yəni təbii ki, burada bizim söhbətimiz bizim yaşadığımız belə deyək hisslərdən, yəni yaşadığımız o Ramazan ayında keçirdiyimiz o anları və böyük ustadlarımızdan, ruhanilərimizdən bizə onların öyrətdiklərini burada elə söhbət əsnasında biz əziz dostlarla bərabər bəli danışırıq, bir-birimizlə müzakirə edirik hansı hisslər. Yəni bizi izləyən izləyicilər arasında da bilirəm ki, onlar da elə öz ətrafında yaxınları ilə bərabər, yəni xüsusilə Ramazan ayında yəni bu söhbətləri öz aralarında edirlər. Hacı, məsələn, Ramazan ayına biz həmişə bu sözü eşidirik, 11 ayın sultanı deyilir. Yəni 12 ay ki, necə ki 12 ayımız var. Yəni 12 ayın xüsusilə Ramazan ayı 12 ayın içərisində fərqləndirilir də 11 ayın sultanı. Yəni bu ifadəni, bu anlamı siz necə, yəni belə deyək, mənalandıra bilərsiniz? 11 ay, niyə məhz 11 ayın sultanı ümumiyyətlə? Bu çox gözəl bir sualdır. Bu 12 ayın, hər bir ayının özünün əgər ruhu olsaydı, canı olsaydı, cismi olsaydı, sizi inandırım ki, o 11 ay, yerdə qalan 11 ay bu Ramazan ayını qısqanardı. Bunu necə qarşılayır? Maraqlı yanaşma. Bunu necə şifasına çıxır və ya da deyildiyiniz kimi. O 11 ay qibtə eləyərdi. Həqiqətən qibtə, həqiqətən belə deyil. Yəni qibtə eləyərdilər ki, biz belə qarşılanmırıq. O aylarda əgər o xüsusiyyət olsaydı, həqiqətən də dilə gəlsəydilər. Bəli, dilə gəlsəydi, deyərdi ki, mən deyilmişəm. Həqiqətdə əbəs söz deyil o. Həqiqətən də bu 11 ayın sultanıdır. Yenə xoş gəldi könül 11 ayın sultanı. Belə bir şey yazdı, sağlığınıza Allah razı olsun. Bəxş edibdir bəşərə xaliq ayə-i Qur'anı, nəsə belə bir o vaxtı biz oxumuşduq Hacı Oktay. Nə gözəl. Siz də yəqin bəlkə o şeiri oxumusunuz o vaxt. Elə bəlkə də şeirlə davam edək. İnşallah. Zamiq bəy bizim dəyərli şairimiz bugün təşrif gətirib, qonağımızdır inşallah. Şairin də sözü əlbəttə ki şeirlə olar. Elə deyil. Bizim əlbəttə ki Zamiq bəy də xüsusilə bu şairlərimizin içərisində öz dəstxətti ilə fərqlənən şairlərimizdəndir. Eyni zamanda da şəxsiyyət etibarilə də çox gözəl bizim dəyərli, əxlaqlı, ədəbli bir əzizimizdir, qardaşımızdır. Zamiq bəy inşallah ki feyz alaq, izləyicilərimiz də sizi gözləyir. Buyurun. İnşallah baş üstə. Yenə mahi Ramazandır, yenə vəhdətdəmidir. Yenə mahi Ramazandır, yenə vəhdətdəmidir, yenə xoş türfə zamandır, yenə ülfətdəmidir. Maşallah. Bu ayın feyzidir, çox nadir əlamətləri var. Varlının yoxsul üzərində məhəbbətdəmidir. Etməsin kimsə hədər, ömrünü bihudə verib, taptasın nəfsini, nəfsi ilə rəqabətdəmidir. Ey bu aylarda nihan xəstəliyi zahir olan,
o üzr istəyirəm, bəzən olurdu ki, mən qurtardım, xəstəyəm, səhhətim imkan vermir. O doğrudan olan imkan verməyənlərə aid deyil. O özünü xəstə kimi göstərənlərə aid. Bəli, bu şəriətimizdə də təbii ki, onların yəni xüsusilə də onlara bir istisna kimi yanaşılıb ki, yəni xəstə hal kimi göstərənlərə aiddir ki, bu aylarda bəhanə gətirənlər. Bəli, bu aylarda nihan xəstəliyi zahir olan cəhd elə xəstələrin indi təbabətdənidir. Hər addım başı Allahıma qurban deyənim, göstər öz eşqi-gər varsa, sədaqət dəmidir. Maşallah. Leylətül qədri 1000 aydan daha əfsəldir onun. Tanrının mərhəməti ümmətə rəhmət dəmidir. Həm bu günlərdə ki, həq nazil olub yer üzünə, cəhlin iflası, ziyanın əbədiyyət dəmidir. Bu gecə ruh və mələklər yerə təşrif qılar. Həm açıldıqca bugün sübh-i səlamət dəmidir. Görəsən hikmətinin sirri nədir? Bəs bu gecə düşüb haqq torpağa, başparə, nə rehlətdəmidir? Bəli, ehya gecəsi şahimə dirlik verilib. Çəkdi dərgaha xuda, eyni şəhadət dəmidir. Göz gərək incə həqiqətləri görməkdən ötür, sirri mənadadır hikmət, nə ki surətdəmidir. Ayə Qur'ana bərabərdir bu aylar, sözsüz, aç səfayı. Aç oxu, indi qiraətdən. Allah sizi salamat eləsin. Bəli, bəli, o qiraət elə dediniz, mənim də zehnimə gəldi ki, xüsusilə Qədir surəsinin belə deyək də, yəni mahiyyətini öz şeirinizdə, qəzəlinizdə, yəni Qədir surəsində